Salamaya salam, sizinlə Nanul Əsəmərdir. Deməli, bu günləri bizdə mukbangdır, gözlənilən mukbang. Deməli, sushilərdir burada, noodle ətlə və eyni zamanda tom yam. Bu hamısı sushi mai taodur. Yəni, çox ləzzətli idi. Dedim ki, uzun videoya da çəkim və burada Sprite. Onu qoyacağım qırağa və eyni zamanda söhbət eləyəcəyik uşaqlar və alçamız. Ayrıca alça uzun mukbangda yeməmişdim. Bu noodle çox ləzzətlidir. Təsəvvür edin, ikinci günə qızdırmışam. Heç nə də bir-birinə yapışmayıb da. Hər yerdə də kusuq-kusuq ət düşür. Superdir məncə. Eyni zamanda bu günləri bir dənə tema var, o qədər danışmaq istəyirəm. Darıxmısınız mukbang üçün bilirəm. Mənə vlogda yazılar mukbang çək. Mukbangda yazılar vlog çək. Au. Sprite. Çox ləzzətlidir. Ümumiyyətlə mən noodle çox sevirəm. Onlarda həm də döyülmüş, daha doğrusu belə marine olmuş xiyarlar da var, çox ləzzətli. Və bugünkü YouTube'da mənə çox sual gəlib. Mən də qərar verdim onlardan birinə cavab verim. Deməli, salam, çox yaxşı təsir etdi danışmanız. Keçən dəfə qız anasını dinləmirdi, daha doğrusu podruqalarına daha çox yönəlirdi. Ona görə onun altındaydı sual. Çox sağ olun. Mənim də sualım bir videoda cavab verə bilərsiniz. Zəhmət olmasa mənə hər yerdə ayrı seçkili edirlər. Məni heç kim arasına almır. Çox özgüvənsiz hiss edirəm. Belə bir şey rastlaşmısınız. Siz nə rastlaşsaz nə edərdiniz? Dilim dolandı. Təşəkkürlər. Adını deməyim. Ya deyim, bilmirəm. Gəlin deməyək. Birdən də işdir. Və burada tom yamdı uşaqlar. Görün nə qədər boldu. Çox ləzzətli idi. Möhtəşəmdir. Bulyon möhtəşəm. Deməli, məndə belə bir şey olub. Məktəb illərində. Düz axıra qədər. Düzdür, sonradan biraz başqa cür davranış idi, amma yenə də. Mən hesab eləyirəm ki, əgər insanlar sizi öz kruquna almırsa, siz heç də vecə almayın. Buna görə narahat olmaq lazım deyil. Siz bildirin ki, görünüşünüzlə, danışığınızla, hərəkətinizlə ki, sizə heç o kruqa getməyə ehtiyacınız da yoxdur, istəmirsinizsə. Ən böyük problem sizdə özgüvənsizliyinizdir. Məncə ondan işləməlisiniz. Və sizi kruqa yox, siz kruqa götürməlisiniz. Problem orasındadır ki, sizdə özgüvən yoxdur. Problem orasında deyil ki, sizi kimsə, nəsə, güyansa bir nədirsə, sizi kruqa götürmür. Mən şəxsən özgüvənim yox idi. Özgüvənim yarandı, bilirsiniz nə var? TikTok açanla və YouTube açanla, Instagram açanla buraların gözəlliyinə baxın əzizlərim. Pişmiş qızıl balıqdır, möhtəşəm. Burada soya sosu. Möhtəşəmdir. Ona görə siz özgüvəninizi düzəldin. Mənə kömək nə elədin? Sosial şəbəkələr.
Kameranın qarşısında mən heç nəinki danışa, heç nə edə bilmirdim. Belə quruyurdum. O qədər özgüvənim yox idi ki, kimsə nəsə deyər, kimsə deyər belədir, kimsə deyər elədir. Mən ilk özüm danışmağa utanmıram artıq. Rahat özüm insanlarla danışıq, ünsiyyət qururam. Hətta həyatda mənə yaxınlaşırlar mənim takipçilərim və deyir, Nanola Smersense, mən rahat, relaksım, danışıram, söhbət eləyirəm. O qədər rahatım ki, inana bilmirsiniz. Sizin ən böyük probleminizi yenə də təkrarlayıram, özgüvənsizliyin olmamağı. Psixoloq heç nə deməyəcəm. Məncə psixoloq kömək eləmir, siz öz başınızla işləyin. Ümumiyyətlə, özgüvənliyi düzəltmək üçün bir neçə lifehacklar var. Məndə belə idi, çölə belə çıxanda həmişə naushniklə çıxırdım. Çünki kiminsə səsini eşitmək mənim üçün böyük bir fəlakət idi. Sosial alığa öyrəşməmişdim elə bil. Halbuki həmişə universitet ora-bura, amma ki insanları eşitmək, ay mənim elə bil hamı mənə baxır, hamı mənə nəsə. Halbuki heç ki mən vircinə də deyiləm. Birinci, yəni naushnik əminəm ki, belə insansızsa taxırsınız. Onları çıxardın, rahat gəzin, gülün, yəni biraz özünüzü rahat olun. Həyatda bir dəfə gəlmişik. Oturub kim nə deyər, kim neyniyər, onu oturub düşünsək, qocalanda deməyəcəksiniz, ayda mən necə dəli idim, məsəl üçün. Getdim, özüm ilk dəfə danışmadım, ilk dəfə ünsiyyət qurmadım. Yəni, burada utanmalı nə var idi axı. Boş-boşuna özünüzü kompleksə salırsınız. Biraz raskripasyon olun. Baxın, özünüzü necə aparmırdınızsa, belə aparın. Sizin üçün nə? Yox, mən həmən insanlar hansılar ki, məni öz yanına almır. Onlarla birinci danışım. Oy, mən utanıram birdən. Əminəm ki, elə bir şey yoxdur heç. Bəlkə siz hər öz bədən divizyenyanızdan, hərəkətlə göstərirsiniz ki, siz onlarla heç ünsiyyət qurmaq istəmirsiniz. Onlar elə bilir. Birinci siz yaxınlaşın. Ünsiyyət qurun. Burada nə var ki? Biraz rahat, relax. Özünüzü sıxmayın. Mənim düşüncəm o da. İnşallah dinlərsiniz, sizə uğurlar. Və bir də yadımdan çıxdı. Əgər özünüzü sevməsəz, heç nə düzələn deyil. Mən hər səhər, düzdür, reklama get. Hər səhər güzgüdə özümə baxıram və deyirəm, Nərgiz, ən gözəl sənsən, ən şirin sənsən, gözlərin nə gözəldir, burnun nə gözəldir, dodağın nə gözəldir, ucu, belə eləyirəm. Özü narsızlıq deyil o. Sadəcə özgüvənimi qaldırıram. Sənin özgüvənin özündə olmasa, insanlar bunu hiss eləyir. Yəni, səninlə yaxınlaşan nə sayan olmayacaq. Özgüvən. Belivi yuxarı, getdin. Tak, tuk. So. Qızlar, heç vaxt başınızı aşağı salmayın. Heç vaxt. Həmişə özgüvənli olun. Sizə dedilər ki, bu. Lap gözəl. Tak, tuk. Heç vaxt heç kimin qabağında başınızı əyməyin. Heç vaxt. Bax belə. Ona görə özünü sevməsən, sən heç kimi sevməyəcək. Ona görə birinci öz sevgindən başla. Əminəm ki, bu lifehack səni çox kömək eləyəcək. Ciddi amma edirəm. Tak, başqa qız. Biraz YouTube haqqda suallara cavab verərdiniz. Mukbangda məsələn bir video neçə qazanırsınız? Mən də istəyirəm necədir, çətindirmi? Çox sağ olun suala görə. Mən çalışam YouTube'da da suallara cavab verim. Açıq deyim, məndə hələ 7000 auditoriya var. Filadelfiyanın balığın qalınlığına baxın, möhtəşəm deyim.
Ona görə hansı bir böyük qazancdan danışmaq mümkün deyil. Amma ki, nədir onun adı? Artıq qazancı çıxmışam. Google-dan mənə məktub gəlib. Qazanca çıxmaq üçün 4000 saat baxış olmalıdır səndə ən azı. Və 1000 takipçi. Orada çox çətindir, amma şəxsiyyətini təsdiqləməlisən. Alça. Şəxsiyyətini təsdiqləyəndən sonra orada bir neçə sənədlər var, onları göndərəcəksən, yəni şəxsiyyət vəsiqəvi falan. O təsdiqlənəndən sonra öz ünvanını təsdiqləməlisən. Onun üçün də sənə məktub gəlir. PIN kodla. O PIN kodla məktub gəlir. Sən o PIN kodu vurursan ora. Və təsdiqləyirsən ki, sən əməl şəxssən. Sonra çıxırsan qazanca. Yəni qazancını çıxarda bilirsən, amma 4000 saat 1000 takipçi olandan sonra qazancı çıxırsan o heç. Əgər bunları təsdiqləməsən, birdən olur çox vaxtı ki, məktub itir gəlmir. Və yaxud da düz ünvan vurmamısan. Onda bütün monetizasiyan hər şeyin batır, da onu geriyə döndürə bilmirsən. Yəni biraz çətin məsələdir. Məndən 9 gün ərzində məktub gəldi, təsəvvür edin. İnsanlarda 3-4 aya gəlir. Mən bilmirəm, mən necə belə gəlir. Ona görə belə şeylərdə diqqətli olmaq lazımdır. Üstəlik də məndə auditoriya var idi artıq. Həm TikTokda, həm Instagramda mənə daha asan oldu insanları yığmağa. Mən bir günə ya 2 günə artıq 1000'i keçmişdim. Bu çətin məsələ deyildi. İndi nə qədər qazanıram, o qazanc sayılmır. Həqiqətən, mən videolara daha çox pul qoyuram. Qat-qat daha çox pul qoyuram. Yəni, çox qəpiklərdir, yəni. Qəpik də deyil, standart maaş da deyil də, belə deyim. Yəni, bizdə standart maaş nə qədərdir? 400, 500, 600 orta qazanc. O qədər eləmir heç. Onun yarısından da azdır. Yəni, çox azdır. Ona görə işləmək lazımdır. Təsəvvür edin, bir ay olub, cəmi bir ay olub təzəliyəcəm ki, mən kanal açmışam. Yəni, çox qazanmağın mümkünatı yoxdur. Heç olmasa 6 ay keçsin, qazanclarım haqqında tam olaraq deyəcəm. Mən sizə söz vermişəm, problem yoxdur. Normal qazancı çıxan kimi olacaq ki, çox dəyişikliklər olacaq. Mən sizə deyəcəm. Heç mənə qərib oturmuyor belə normal. Tak. Hansı qərarla YouTuber olmağı seçdiniz və niyə makyaj yox, yeməyi seçdiniz? Cavablasında nə olar? Afeliya Hayrani. O birisi xanım hansı ki sualı vermişdi. Biraz YouTube haqqında dair. Bayram Vofa. O birisi xanımın da adını deməyəcəm. Tak. Deməli, niyə makyaj yox, niyə mukbang? Çünki mən yeməyi çox sevirəm. Mən makyaj xəstəsi deyiləm.
Həqiqətən mənə lazım olan bir neçə şeyləri alıram. Vəsə. Məndə şkaf dolu makyaj yoxdur. Ki mən oturum deyim ki, mən oturub gündə makyaj çəkə biləcəm. Üstəlik məndə belə bir potensial yoxdur ki, mən makyaj çəkə biləm. Strelkaları heç normal etmirəm. Sadəcə mənim sevdiyim bir dənə mukbanger var, Ayka. $8-9 ildir ki ona baxıram. Və 8-9 il ərzində həmişə çəkmək istəmişəm. Çünki bəyənirdim Ayka necə edirdi. Amma mama deyirdi, ya universitet, ya bu, ya o. Və bir gün işdən sonra gəlim və deyirəm, mama mən gedəcəm sabahları artıq video, işıq, mikrofon, hər şey alacağım və videolar çəkməyə başlayacağım. Mama dedi, özün bilərsən, artıq nə desin. Və belə başladı. Siz elə bilirsiniz, məndə həmişə YouTube'da, TikTok'da 100 min, 200 min, 2 milyon baxışlar olub. Mən də başlamışam 100 baxışdan, 200 baxışdan. Yadımdadır, bir ay məndə heç bu ya da ondan çox kiçik baxışlardan çıxmırdım mən. Deyirdim, yorulmuşam, mən istəmirəm, mən sevmirlər. Kəşfiyyata düşə bilmirdim. Amma dedim, yox, mən başlamışamsa davam eləyəcəm və davam elədim. İndi bu vaxta qədər gəlib çatmışam. Əgər suallarınız varsa, əzizlərim, siz suallar verin. Yəni, mən cavab verəcəm. Heç bir problem yoxdur. Yəni, YouTube'da da sizlərə cavab verəcəm. Sadəcə mənə yazın ki, advıcısı çəkə bilərəm ya yox. Oy, düşdü. Əzizlərim, inşallah uzun mukbanları çox bəyənirsiniz. Mən də çalışıram ki, sizin üçün uzun mukbanlar çəkim. İndi 28 dəqiqədir, bilmirəm sizdə necə olacaq. Çünki kəsimlər olur, falan olur. Hardasa askırdım, hardasa askırmağımı göstərmir. Elə askırdım, dünya çöktüm. Və s. və ilaxır. Əgər belə uzun mukbanları bəyənirsinizsə, like eləyin əzizlərim. Uşaqlar, köynə videoma baxmamısınızsa, bura basıb köynə videoma baxırsınız və burada logo olacaq. Ora basıb takip ata bilərsiniz. Sabaha dək əzizlərim.